İsmail rayonu Qəbələ yolunun alt tərəfində 3 sotun içində belə bir 2 mərtəbə evimiz satışa çıxarılıb. Yolu asfalt. 3 tərəfi zabordur. Bir tərəf o hissə dəmir zabordur, bu tərəf daşdır, o tərəfdə daş zabordur. Yəni həyət 4.7 sotdur, bölünüb 1.7-si saxlanacaq. Qalan hissə 3 sot satılacaq. Yəni də belə təxmini belə deyək də. Bu tuşdan beləsinə kəsilib, bu beləsinə 3 sot içində ev qarışıq satılır. Evimiz cüt qat bardan tikilib, qapı pəncərəsi qoyulubdur, hazır. Kommunallar hələ ki çəkilməyibdir. Yəni, evin də 4 bir tərəfindən boş yer qalır. Yəni, evin ətrafına duranmaq üçün, nəsə iş görmək üçün boş yeri qalır. Bir gözəl işi də qonşu evlərdən heç birinin pəncərəsi həyətə düşmür. Belə. Buradan giririk evimizin içinə. Belə. Ya Allah, bismillah. Yenə deyim, evimiz 2 qat, 3 qat bardan tikilib. Birinci mərtəbə yeri betondur. Bura bir otağı. Bura ikinci otaq. Sanitar qovşağı. Koridor isə. Və burada istəyən studiya, mətbəx, zal kimi də eləyə bilər. İstəyən o otaqlardan birini mətbəxə də çevirib buranı ümumi zal eləyə bilər. Və buradan da, zaldan da, yəni dizayn bu formada ki, buradan ikinci mərtəbəyə pilləkəni olmalıdır, yəni bu formada. Və yuxarıda ikinci mərtəbədə də 3 dənə yataq otağıdır. Bu formada pərdələr falan hamısı atılıbdır. Pəncərələr qoyulub. Birinci mərtəbə otaqların qapıları qoyulub. İkinci mərtəbə otaqların qapıları da hazır orada qoyulubdur. Yəni alan kim alsa indi inşallah ki özü qapıları yerləşdirə bilər. Yəni bu formada bir evimiz satışa çıxarılıb. Rayonun gözəl bir yerindədir. Qəbələ yolunun alt tərəfi Almabağı ərazisində gözəl bir ev. Yəni evdə kəmərlə tikilib də hazır. Buradan da göstərim, çöldən də göstərərəm. Yəni birinci mərtəbə ilə ikinci mərtəbə arasında kəmər var.